səs vermələr olacaq. Sizdən xahiş edirik ki, toxunulmazı təyin edəsiniz. Aranızda məsləhətləşin. Bugün kimin toxunulmaz olmasını istəyirsiniz? Daha sonra komandalar geçsin deyəcək. Toxunulmazlığı indi təyin etməlisiniz. İndi təyin edeyim. Mən zərfləri bura götürəcəm. Daha sonra... Zərfləri yoxsa elə açıq deyək. Yenə açıq, dəqiq Keçən veriliş kimi, nə fikirləşirsiniz? Göy-göl müzakirə olunmu? Göy-göl deyirsiniz. Yox, göy-göl yəni müzakirə olunmur da. Göy-göl əlbəttə. Amma bilmək olmaz ha, səs vermədə. Siz bilə bilməzsiniz, bəlkə qruplaşma qurbanı olarlar. Yox, onda elə hamımız yekşirliklə deyirik ki, göy-göl toxunulmazdır. Göy-göl. Şans çox vermişik. Göy-göl, Gənclər Evi toxunulmaz elan olundu. Üzr istəyirəm, bir şey deyə bilərəm. Sual yarana bilər ki, ötən çəkilişdə Sumqayıta Yekdil ilə münsiflər qoruma qərarını verdilər. Bu dəfə isə Göygölə. Bu nə dərəcədə ədalətlidir? Sual yarana bilər. Çünki müəyyən qədər gedişatda insanların yanaşma, yoldaşların yanaşma tərzini bildiyimə görə bunu söyləyirəm. Məsələ burasındadır ki, nə ötən verilişdə, nə də bu verilişdə. Məsələn, bu verilişdə baxaq digər videolara. Göygöllə rəqib ola biləcək, yaxud getməsinə təəssüflənə biləcəyimiz bir komanda varmı? Göstərdiyi işə görə. O komanda yoxdur. Yəni, aralarında bir fərq yoxdur ki, xüsusi. Ayırıb qoyasan ki, yox, bu komandada bir dənə gelməsin. Ona görə də digər komandalarda çalışmalılar ki, bacardıqları qədər elə mübarizə aparsınlar ki, ən azından bəlkə də fikirləşə bilərlər ki, müəyyən bir-iki dənə komanda çox güclüdür. Özlərini onlardan zəif görə bilərlər, tamam. Amma bu artıq məğlubiyyəti boynuna almaq kimi bir şeydir də, yəni məğlub psixologiyasıdır. Ən azından ideallar arasında olmaq üçün çalışmaq lazımdır və üstəgəl də hansısa bir komanda çox güclüdür, onların falan imkanları var, bizdə yoxdur və s. İstənilən bir layihəni uğurlu eləyən, ona ayrılan büdcədən də qabaq, orada iştirak eləyən insanların kimliyidir. Ona görə də mən komandalara tövsiyə eləyərdim ki, yoldaşlar, elə eləyin ki, burada da sözün əsli mənasında öz yaxşı işlərinizdən seçiləsiniz. Gəlin görək, komandalar kimi zəif hesab edirlər? Baxaq görək, Ağstafa Gənclər Evi kimi yola salır? İlk önce her birinizi Aksafa Gençler Evi Şengenç komandası olarak salamlayır ve buradan B komandasından Kürdəmirə hələlik deyirik. Astara Gənclər Evi kimi zəif hesab edir? Hər kəsə salam. Biz Astara Gənclər Evi olaraq Xəzər Gənclər Evinə sağal deyirik. Bakı Gənclər Evinin fikrincə onlar zəifdir. Bakı Gənclər Mərkəzi B qrupundan Şəmkir Gənclər Evinə sağal deyir. Balakən Gənclər Evi kimi yola salır? Balakən Gənclər Evi Astaraya getsin deyir. Beyləqan Gənclər Evi nə deyir? Hər kəsə salam. Xəzər Gənclər Evi. Yolunuz açıq olsun. Biraz su var. Gənclər Evinin fikrincə kim getməlidir? Biz Biləsuvar Gənclər Evi olaraq Xəzər Gənclər Evinə hələlik deyirik. Binəqədi Gənclər Evi nə deyir? Hər kəsə salamlar. Biz Binəqədi Gənclər Evi olaraq Şəmkir Gənclər Evinə getsin deyirik. Füzuli Gənclər Evinin fikrincə onlar getsə yaxşıdır. Salam. Biz Füzuli Gənclər Evi olaraq B qrupundan Xəzər Gənclər Evinə əlivzə edirik. Gəncə Gənclər Evi nə deyir? Biz Gəncə Gənclər Evi olaraq Göygölə qalsın deyirik. Deyirik, nə qalsın? Getsin deməliyik. Denən də onda biz Xəzərə sağ ol deyirik. Göranboy Gənclər Evinin fikrincə onlar zəifdir. Hər kəsə salam. Biz Göranboy Gənclər Evi olaraq Kürdəmir Gənclər Evinə artıq vaxtıdır deyirik. Göyçay nə deyir, kimə getsin deyir? Biz Göyçay Gənclər Evi olaraq B qrubundan Astaraya hələlik deyirik. Göygölün fikrincə onlar çox zəifdir. Salam hər kəsə. Biz Göygöl Gənclər Evi olaraq Xəzər komandasına əlvida deyirik. Kürdəmirdə nə var, nə yox, görək? Xəzər Gənclər Evinə əlvida deyirik. Masallı Gənclər Evi onları görmək istəmir.
Binəqədiyə bay bay deyirik. Mingəçevirin fikrincə getsinlər. Mingəçevir Gənclər Evi olaraq Xəzər Gənclər Evinə hələlik. Qaradağ Gənclər Evi Xəzər mi deyəcək? B qrupundan Kürdəmirə xudafiz deyirik. Qazax Gənclər Evinin fikrincə onlar zəifdir. Biz Qazax Gənclər Evi olaraq Xəzər Gənclər Evinə getsin deyirik. Qobustan Gənclər Evi kimi yola salır? Herkese salamlar. B qrupundan Xəzər Gənclər Evinə hələlik deyirik. Saatlı Gənclər Evinin fikrincə getsinlər. Biz Xəzər Gənclər Evinə əlvida deyirik. Sabirabad kimə getsin deyir? Qeybinə sağ ol deyir. Hamı təəccübləndi. Yaxşı ki, qoruma altına almışıq, yoxsa gedəcəkdilər. Yuxulu olub yəqin. Sabunçu Gənclər Evi Göygöl deyəcək. Sabunçu Gənclər Evi Binəqədi Gənclər Evinə getsin deyir. Şəmkir Gənclər Evinin fikrincə getsinlər. Xəzər komandasına hələlik deyirik. Şirvan Gənclər Evi kimi yola salır? B qrupundan Xəzərə əlvida. Siyəzən Gənclər Evi Xəzər mi deyir? Biz Siyəzən Gənclər Evi olaraq Astara Gənclər Evinə hələlik deyirik. Sumqayıt Gənclər Evi Göygöl desə nə gülərəm. Suraxanı Gənclər Evinin fikrincə onlar burada olmamalıdır. Salam, biz Suraxanı Gənclər Evi olaraq B qrupundan Şəmkir Gənclər Evinə getsin deyirik. Tovuz nə deyir? Hər kəsə salamlar. Tovuz Gənclər Evi olaraq Kürdəmir Gənclər Evinə hələlik deyirik. Ucara da bir baxaq görək. Xəzər Gənclər Evi təəssüf ki, sən yox deyirik. Xəzərin özü də Xəzər desin, bu iş burada bitsin. B qrupundan Astara Gənclər Evinə getsin deyirik. Yevlax görək, kimi deyir? Salam, biz Yevlax Gənclər Evi olaraq B qrupundan Xəzər Gənclər Evinin getməsini istəyirik. Və Zərdab Gənclər Evi. Herkese salam. Biz Zərdab Gənclər Evi olaraq Biləsuvar Gənclər Evinə hələlik deyirik. Sağ olun. Xəzər Gənclər Evinin getməsi üçün 16 səs var idi. Yaxşısınız? Xəzər Gənclər Evi. Burada sizinlə vidalaşırıq və bu bir daha digər Gənclər Evinə nümunə olsun. Ötən mövsüm Xəzər yetəri qədər güclü idi, bu mövsüm çox zəif başlamışdı. Elə ona görə də mövsümün yarısına çatmamış. Xəzər Gənclər Evi ilə sağollaşırıq, vidalaşırıq. Elə sizinlə də sağollaşırıq. Çalışın, şən olun, gənc qalın. Gələn dəfə görüşərik.